Salam. Bu videoda sizə B2C aviabilet satışı bölməsində satış əməliyyatının necə aparıldığını addım-addım izah edəcəyik. Əvvəlcə, B2C aviabiletlər bölməsinə daxil olun və Plus B2C düyməsinə klikləyin. İlk olaraq müştəri menüsuna baxaq. Əgər müştəri artıq sistemdə varsa, sadəcə siyahıdan seçirik. Əgər yeni müştəridirsə, Plus düyməsinə klikləyərək onu əlavə edə bilərsiniz. Burada müştərinin bütün məlumatlarını, ad, soyad, əlaqə nömrəsi, pasport məlumatları, doğum tarixi və hətta pasport şəklini belə daxil edə bilərsiniz. Müştəri əlavə edildikdən sonra artıq siyahıya düşəcək və gələcək əməliyyatlarda asanlıqla seçilə bilər. Sonra valyuta, satış tarixi və əgər ödəniş hələ tam alınmayıbsa, müştərinin son ödəniş tarixi, deadline hissələrini doldururuq. Bu, satışın əsas tarix və valyuta parametrlərini müəyyən edir. Ardınca, personal hissəsində satışı həyata keçirən əməkdaşı siyahıdan seçirik. Bu, əməliyyatın kim tərəfindən aparıldığını sistemdə qeyd edir və hesabatlarda şəffaflığı təmin edir. Daha sonra təchizatçı bölməsinə keçirik. Əgər təchizatçı artıq siyahıdadırsa, sadəcə seçin. Yeni təchizatçını əlavə etmək üçün isə Plus düyməsinə klikləyin. Əlavə edildikdən sonra o avtomatik siyahıya düşəcək. Növbəti mərhələdə hava yolu şirkətini seçirik və bilet nömrəsini, sərnişinin adını və seqment sayını daxil edirik. Həmin bilet üzrə neçə uçuşun olduğunu göstərir. Daha sonra uçuş tarixini və istiqaməti, məsələn Bakı-İstanbul qeyd edirik. Əgər müştərinin bir neçə uçuşu varsa, yeni istiqamət bölməsindən əlavə istiqamət yarada bilərsiniz. Ardınca alış qiyməti, satış qiyməti və varsa indirim sahələrini doldurun. Sistem avtomatik olaraq ümumi satış qiymətini hesablayacaq. Bütün məlumatlar daxil edildikdən sonra müştəri ödənişi bölməsinə keçirik. Burada ödənişin hansı kassaya edildiyini seçirik və müştərinin ödədiyi məbləği mədaxil edirik. Əgər bank tərəfindən komissiya tutulursa, bu məbləği bank komissiyası hissəsində qeyd edin. Sistem avtomatik olaraq komissiyanı çıxacaq və xalis mədaxil məbləği kassalarda əks olunacaq. Sonda bütün məlumatları diqqətlə yoxlayın və əməliyyatı təsdiqləyin. Beləliklə, B2C aviabilet satışı bölməsində əməliyyat uğurla tamamlanır, satış qeydə alınır və sistemdə bütün detallarla saxlanılır.